Mövzu psixoloji tədqiqatın metodları, psixoloji tədqiqatların metodoloji əsasları. Psixoloji tədqiqatların metodları dedikdə, bu elmin öz predmetini, mövzusunu tədqiq etmək üçün istifadə etdiyi yol və vasitələrin məcmusu nəzərdə tutulur. Hər bir elm sahəsində olduğu kimi, psixologiyanın da tədqiqat metodları onun metodologiyası ilə bağlıdır. Metodologiya nədir? Müasir elmdə metodologiya termini 3 mənada işlənilir. Bunlardır: 1. Ümumi metodologiya, 2. Xüsusi metodologiya, 3. Metodologiya, konkret metodik preyumların məcmusu kimi. 1. Ümumi metodologiya dedikdə, tədqiqatçının istinad etdiyi ümumi fəlsəfi yanaşma, ümumi idrak üsulu nəzərdə tutulur. Sovet psixologiyasının metodoloji əsasını dialektik və tarixi materializmin prinsip və müddəaları təşkil edirdi. 2. Xüsusi metodologiya dedikdə, müvafiq elm sahəsində bizim misalımızda psixologiyada tətbiq olunan metodoloji prinsiplərin məcmusu nəzərdə tutulur. Elmin prinsipləri elmin metodoloji əsaslarını ifadə edir. Klassik psixologiyanın prinsiplərindən fərqli olaraq, Sovet psixologiyasında yeni prinsiplər, determinizm prinsipi, şuur və fəaliyyətin vəhdəti prinsipi, psixikanın fəaliyyətdə inkişafı prinsipi formula edilmişdir. Bu prinsiplər sonrakı illərdə müxtəlif istiqamətlərdə tətbiq olunmuş, daha da dəqiqləşmiş və sözün əsl mənasında səmərəli tədqiqat strategiyasına çevrilmişdir. Psixologiyada bunlarla yanaşı bir sıra mühüm prinsiplər də işlənilmişdir ki, onların içərisində sistemlik prinsipi diqqəti daha çox cəlb edir. Determinizm latınca müəyyən etmək deməkdir. Determinizm ictimai və təbii hadisələrin səbəbi haqqında təlimdir. Determinizm prinsipinə görə psixoloji hadisələr maddi həyat vasitələri, istehsal üsulunun inkişaf qanunları ilə, ictimai münasibətlərlə, sosial həyat tərzi ilə müəyyən olunur və onların dəyişilməsi ilə də dəyişilir. Beləliklə də həmin prinsip psixoloji hadisələrin mənşəyini, onların yaranmasını şərtləndirən amillərin başlıca inkişaf qanunluqlarının təhlil edilməsini nəzərdə tutur. İdealist psixologiya determinizm prinsipini ya tamamilə inkar edir, ya da idealist mahiyyət daşıyan, obyektiv səbəbiyyəti inkar edən indeterminist ya da mexaniki determinizm konsepsiyaları irəli sürür. 20-ci yüzillikdə təbiətşünaslığın əldə etdiyi nailiyyətlər baxımından belə konsepsiyalar tamamilə əsassız görünür. Onlar insanı əslində maşın kimi təsəvvür edir, psixi həyatı mexaniki qanunlar əsasında aydınlaşdırırlar. Belə determinizmə xətti determinizm deyilir. Xətti determinizmə görə cavab hərəkəti bilavasitə xarici səbəblə müəyyən olunur. Bu mexaniki prinsip özünün parlaq ifadəsini klassik behaviorizmdə tapmışdır. Stimul-reaksiya formulunda stimul həmişə səbəb, reaksiya isə həmişə nəticədir. Nəinki insanın, hətta heyvanın belə davranışını bu prinsipə görə dəqiq təsvir etmək mümkün deyildir. Misal götürək, tutaq ki, meşədə ovçu güllə atmışdır. Bu zaman ətrafdakı heyvanlar necə hərəkət edərlər? Behaviorist bu suala təxminən belə cavab verəcəkdir. Heyvanlar qaçacaqlar. Halbuki çox vaxt belə olmur. Yaralanmış və ya yenicə balası olmuş heyvan adətən başqa cür hərəkət edir. Başqa bir misal müraciət edək. 2 adam təsəvvür edin. Onlardan biri üçün kitab, digəri üçün isə billur qab və ya qızıl əşyalar dünyada ən qiymətli sərvətdir. Tutaq ki, mən Nizaminin nəfis şəkildə çap olunmuş Sirlər Xəzinəsi kitabını almışam və sevindiyimdən az qala ki uçam. Hər ikisi mənim keyfimin saz olduğunu görüb, onun səbəbi ilə maraqlanırlar. Mən qürur hissi ilə deyirəm ki, Nizaminin Sirlər Xəzinəsi kitabını çətinliklə əldə etmişəm. Görəsən onların hər ikisi mənim sevincimə eyni dərəcədə şərik ola bilərmi? Əlbəttə yox, çünki onların sərvət meylləri başqa-başqadır.
Deməli, stimul-reaksiya formulu ilə bunu izah etmək mümkün deyildir. Xətti determinizmin insanın psixi həyatının qanunlarını elmi şəkildə aydınlaşdırmağa imkan vermədi. Çünki bu halda eyni bir stimulun hər bir kəsin sərvət meyli, dünya görüşü, inamı, əqidəsi ilə şərtlənən şəxsi linzadan necə sınıb keçəcəyini nəzərə almırlar. Sovet psixoloqlarının tədqiqatları əsaslı surətdə göstərdi ki, xarici aləmin insana göstərdiyi təsirlər birbaşa deyil, vasitəli xarakter daşıyır. Xarici aləmdən olan təsirlər insanın daxili aləmində əks olunduqdan sonra bu və ya digər effekti verir. Bu qanunauyğunluğu yuxarıdakı misalla izah edək. Haqqında danışdığımız hər iki adam özlərinin daxili aləmi, bizim misalımızdakı sərvət meyilləri, birinci kitab, digəri bülbül qabı, digəri isə qızılı sərvəti hesab edirlər. Bu hər üçü bir-birindən fərqlənir. Buna görə də onlardan birincisi mənim sevincimə şərik çıxır, ikincisi isə əksinə. Üz-gözünü turşudur, hətta təəccüblənir. Deməli, səbəb əlaqələrinin müxtəlif tipləri mövcuddur. Hal-hazırda bu mühüm məsələ psixologiyada sistemlik prinsipi baxımından öyrənilir. Müxtəlif elm sahələrində, o cümlədən psixologiyada sistemli yanaşma son zamanlar daha geniş miqyasda tətbiq olunur. Psixi hadisələr sistemli xarakter daşıyır. Hələ psixologiyanın müstəqil bir elm kimi inkişaf etdiyi dövrlərdə ayrı-ayrı psixoloqlar bu cəhətə diqqəti cəlb etsələr də, sistemli yanaşmanın bir elmi prinsip kimi tətbiq olunmasından ötürü psixologiya elmi uzun inkişaf yolu keçmişdir. Sistemli yanaşma prinsipi psixoloji hadisələri müxtəlif koordinatlar sistemində nəzərdən keçirmək və onları şərtləndirən amilləri elmi baxımdan ətraflı təhlil etmə imkanı verir. Fəaliyyət prinsipi də psixologiyanın əsas prinsiplərindən biridir. Ümumi psixologiyada şuur və fəaliyyətin vəhdəti, psixikanın fəaliyyətdə inkişafı prinsipləri çoxdan vətəndaşlıq hüququ qazanmış və geniş tətbiq olunur. Psixika inkişafın məhsulu və fəaliyyətin nəticəsi kimi nəzərdən keçirildikdə düzgün başa düşülə və adekvat izah oluna bilər. Şuur və fəaliyyətin vəhdəti psixikanın fəaliyyətdə inkişafı prinsiplərinin tətbiqi ilə psixologiya tarixində əslində yeni mərhələ başlanır. Məsələnin kökü ondan ibarətdir ki, psixika və şuur psixologiyanın tarixi boyu müxtəlif idealist cərəyanlar tərəfindən öyrənilmişdir, lakin onlar psixika və şuura xarici aləmlə əlaqəsi olmayan xüsusi substansiya kimi yanaşmış, onun davranış və fəaliyyətdən kənarda tədqiq etmişlər. Bu cəhətdən introspektiv psixologiyada bütün aydınlığı ilə təzahür edir. İntrospektiv psixologiyanın əsasını şuur haqqında idealist təsəvvürlər təşkil edir. Onun əsas müddəası bundan ibarətdir ki, xarici aləmdən fərqli olaraq insanın şuuru ancaq özünü müşahidə və yaxud daxili təcrübə, daxili görmə yolu ilə dərk oluna bilər. Beləliklə də introspektiv psixologiya şuuru introspeksiya, müşahidə yolu ilə, yəni özünü müşahidə yolu ilə dərk olunan fenomenlərin məcmusu hesab edirdi. Özünü müşahidə onun yeganə metodu idi. Lakin bu yol elmi baxımdan nöqsanlı idi. Özünü müşahidə şuur faktlarını izah etmək üçün ilkin material verə bilər. Lakin bu yolla psixi həyatın qanunauyğunluqlarını obyektiv surətdə öyrənmək mümkün deyildir. İntrospeksiya bir tədqiqat metodu kimi bütün hallarda ancaq subyektivizmi gətirib çıxarır. Elmin vəzifəsi təbiət və cəmiyyət hadisələrinin, o cümlədən psixi hadisələrin obyektiv qanunauyğunluqlarını öyrənməkdən ibarətdir. Şuur və fəaliyyətin vəhdəti prinsipi psixi hadisələri obyektiv surətdə öyrənmək üçün yeni yol açdı. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, şuur və fəaliyyət bir-birinə əks olmadığı kimi, onlar bir-birinin eynisi də deyildir. Şuur və fəaliyyət vəhdətdədir. Şuur fəaliyyətin daxili planını, onun proqramını təşkil edir. Şuur fəaliyyət prosesində formalaşıb inkişaf edir, fəaliyyət prosesində də təzahür edir.
Bu o deməkdir ki, psixika və şuurun obyektiv qanunuyğunluqlarını özünümüşahidə yolu ilə deyil, yalnız onun fəaliyyətdə, yəni əmək, təlim və oyun prosesində təzahürlərini öyrənmək yolu ilə müqayisə etmək olar. Bu obyektiv yoldur. Ona görə obyektivdir ki, bu zaman biz adamlar haqqında onların öz əyinlərinə geyindikləri gözəl libasa görə deyil, özləri üçün götürdükləri gürultulu ləqəbə görə deyil, onların hərəkətlərinə görə və həqiqətdə nəyi təbliğ etdiklərinə görə fikir yürüdürük. Birinci cəhəti dəqiqləşdirək. Özünümüşahidə əsas tədqiqat metodu kimi qəbul edilə bilməz. Lakin bu ümumiyyətlə özünümüşahidəni inkar etmək üçün əsas vermir. Hər bir adam özünümüşahidə edə bilər. O, bu zaman özünün psixi həyatı, məsələn, hissləri, diqqəti, hafizəsi, təfəkkürü, nitqi, əməlləri, davranışı, rəftarı və s. haqqında başqa adama da məlumat verə bilər. Belə şifahi hesabatlar psixoloqlar üçün də maraqlıdır. Lakin bu zaman onlar özünümüşahidədən metod kimi istifadə etmir. İnsanın özü haqqındakı şifahi hesabatlarının ilkin köməkçi materialı kimi tədqiqat obyektinə çevirir. Onu yenə də obyektiv metodun məntiqinə müvafiq olaraq işin nəticəsinə görə qiymətləndirir. Əsl elmi psixologiya obyektiv tədqiqat metodlarına istinad edir. Şuur və fəaliyyətin vəhdəti, psixika və şuurun fəaliyyətdə inkişafı prinsipləri digər prinsiplərlə birlikdə psixologiyanın tədqiqat strategiyasını müəyyən edir. Xüsusi metodologiyanın da əsas vəzifəsi məhz bundan ibarətdir. Metodologiyanı konkret metodiki premiumların məcmusu kimi nəzərdən keçirdikdə, adətən psixoloji tədqiqat metodikalarını aydınlaşdırırlar. Hər bir psixoloji tədqiqatın konkret metodikası olur. Konkret tədqiqat metodikası ümumi və xüsusi metodologiya əsasında işlənir. Onu heç də tədqiqat metodları, proseduraları və texnikası kimi başa düşmək olmaz. Hər bir konkret tədqiqat metodikasının nəzəri metodoloji şərtləri vardır ki, onlar ümumi və xüsusi metodologiyanın müddəalarını əks etdirirlər. Konkret tədqiqat metodikalarının spesifik cəhətləri hər şeydən əvvəl onların köməyi ilə həll edilən elmi vəzifənin və öyrənilən psixoloji hadisənin xarakteri ilə müəyyən olunur. Bu cəhətdən Respublikamızın psixoloqları tərəfindən müxtəlif istiqamətlərdə konkret tədqiqat metodikaları işlənilmiş və müvəffəqiyyətlə tətbiq olunmuşdur. Konkret tədqiqat metodikasını işləyərkən onun elmi xarakter daşımasına xüsusi diqqət yetirmək lazımdır. Bunun üçün psixologiyanın yuxarıda nəzərdən keçirdiyimiz prinsipləri ilə yanaşı, elmi idraki metodikasından irəli gələn tədqiqatın səmərəli olmasını şərtləndirən meyarları, metodun əsaslı olması və yaxud validliyi, metodun mötəbərliyi, metodun reprezentativliyi və informasiyanın dəqiqliyini nəzərə almaq lazımdır. Bu meyarlar yuxarıda nəzərdən keçirdiyimiz bəzi prinsiplər kimi nisbətən ümumi xarakter daşıyır və elmi biliyin müxtəlif sahələrində, məsələn, sosiologiyada, demoqrafiyada, pedaqogikada və s. elmi idraki metodikasının zəruri tələbləri kimi nəzərdə tutulur. Həmin meyarlara görə tədqiqat metodları tədqiqatın məqsəd və vəzifələrinə müvafiq olmalıdır. Nəzərdə tutulan bu və ya digər əlaməti müəyyən etmək və ölçmək imkanı verməlidir. Metodun validliyi konkret tədqiqat metodikasını elə işləmək lazımdır ki, o hətta müxtəlif şəraitdə təkrar edildikdə belə eyni nəticəni versin, yəni tədqiqatın mötəbərliyi. Bu cəhətdən tədqiqat sahəsinin və öyrəniləcək adamların miqdarının düzgün seçilməsi də mühümdür. Xüsusilə kütləvi prosesləri tədqiq edərkən, məsələn, rəyi öyrəniləcək adamları ilə seçmək lazımdır ki, bu zaman müxtəlif sosial qrupların nisbəti düzgün nəzərə alınsın. Tədqiqatın reprezentativliyidir bu da. İnformasiyanın dəqiqliyi də böyük əhəmiyyətə malikdir. Psixoloji tədqiqatda informasiyanın dəqiqliyi öyrənilən adamların miqdarı ilə bilavasitə bağlıdır. Tədqiqat prosesində nə qədər çox adam öyrənilərsə, informasiyanın dəqiqliyi bir o qədər yüksək olar. Konkret psixoloji tədqiqat metodikasında şərti surətdə də olsa 4 mərhələni fərqləndirmək olar. Birinci mərhələ hazırlıq mərhələsidir.
Bu mərhələdə müxtəlif yollarla müşahidə, anket və sairə yolu ilə ilkin məlumat toplanılır. Onların əsasında tədqiqatın empirik, yəni faktların aid edilməsi, tədqiqat metodlarının işlənilməsi, daha sonra məntiqi, yəni bir müddəadan çıxarılması, onların arasında əlaqənin müəyyən edilməsi və sonuncu nəzəri, səbəbin axtarılması, prinsiplərin aşkar edilməsi, fərziyyə və qanun uyğunluqların müəyyən edilməsi vəzifələri həll edilir. Bu zaman tədqiqatın nəzəri problemlərinin işlənilməsinə xüsusi diqqət yetirilməlidir. Fərziyyənin formula edilməsi psixoloji tədqiqatda da mühüm yer tutur. Bir çox psixoloji tədqiqatların müasir tələblərə cavab verməməsi, onlarda fərziyyənin olmaması və ya zəif olması ilə bilavasitə əlaqədardır. Tədqiqatın ikinci mərhələsi eksperimental mərhələdir və yaxud eksperimental xarakter daşıyır deyə bilərik. Bu mərhələdə tədqiqatın konkret metodikası reallaşdırılır. Yəni, müxtəlif metodların tətbiqi ilə empirik faktlar toplanır. Tədqiqatın üçüncü mərhələsində tədqiqat materialları kəmiyyət baxımından təhlil olunur. Tədqiqatın dördüncü mərhələsində isə materiallar psixoloji nəzəriyyə əsasında şərh edilir, nəticə etibarilə fərziyyənin düzgünlüyü və ya səhv olması aydınlaşdırılır və tədqiqatın nəticələri şərh edilir. Psixologiyada tədqiqat metodlarının təsnifatı. Psixologiya elminin tədqiqat metodları müxtəlifdir. Onlar aşağıdakı 4 qrupa bölünür. Birinci qrup metodlara müqayisəli, longitudinal və yaxud uzunmüddətli və kompleks metodlar daxildir. Bu üçü təşkilati metodlar adlanır. Tədqiqat prosesi həmin metodların köməyi ilə təşkil olunur. Onların səmərəliliyi tədqiqatın son nəticələri ilə müqayisə olunur. İkinci ən geniş metodlar qrupu elmi materiallar, faktlar əldə etməyin empirik üsullarından ibarətdir. Bu qrupa aiddir. Müşahidə və özünü müşahidə, eksperimental metodlar, psixodiaqnostik metodlar, yəni testlər, anketlər, sosiometriya, intervyu, növbəti fəaliyyət prosesləri və məhsullarının təhlili, premiumları və proksimetrik metodlar. Buna misal olaraq xronometriya, təsvirlər, məlumatın görülmüş işin, o cümlədən şagird işlərinin müxtəlif növlə əsərlərin və s. qiymətləndirilməsi və modelləşdirmə, yəni riyazi, kibernetik və s. daxildir. Sonuncu isə bioqrafik metodlardır. Yəni, insanın həyat yoluna aid faktların, tarixlərin və hadisələrin, sənədlərin, şəhadətnamələrin və s. təhlili. Nəzərdən keçirilmiş metodların hansılarından və necə istifadə olunması tədqiqatçının hansı təşkilati metodlar, müqayisəli, longitudinal və ya kompleks istifadə etməsindən asılıdır. Üçüncü qrup metodlar materialların işlənilməsi premiumlarını əhatə edir. Həmin metodlar kəmiyyət və keyfiyyət olaraq iki qrupa bölünür. Kəmiyyət dedikdə riyazi statistik təhlil, keyfiyyət dedikdə isə materiallar, tip, qrup, varianta görə təsnif olunur, təhlil edilir və bunun üçün səciyyəvi nümunələr seçilir. Dördüncü qrup metodlar şərh metodlardır. Onlar struktur və genetik metodların müxtəlif variantlarından ibarətdir. Bu metodların köməyi ilə öyrənilən psixi proses və ya xassənin, məsələn, təfəkkür, hafizə, təxəyyül, qabiliyyət və s. strukturu təhlil olunur və yaxud müəyyən bir yaş dövrü, tutaq ki, 3 yaşından 6 yaşına, 3 yaşından 10 yaşına, 3 yaşından 15 yaşına kimi inkişaf xüsusiyyətləri aydınlaşdırılır. Beləliklə də müasir psixologiyada tədqiqatın bütün silsiləsini əhatə edən metodlar sistemi təşkilati, empirik, elmi materialların kəmiyyət, keyfiyyət təhlili və interpretasiya metodları yaranmışdır. Bu metodlar psixologiyanın müxtəlif sahələrində sosial, siyasi, hüquq, etnik, əmək, yaş və pedaqoji psixologiyada, eləcə də başqa sahələrdə özünə məxsus şəkildə tətbiq olunur. Psixologiyanın tədqiqat metodları. Psixologiyada insanın psixi həyatını öyrənərkən faktiki materiallara əsasən ikinci qrupa aid etdiyimiz metodların vasitəsilə toplayırlar. Onlardan bəzilərinə tanış olaq. Elmin öyrəndiyi sahə ilə əlaqədar əldə edilən ilkin məlumat müşahidə, yəni bilavasitə həmin hadisəni nəzərdən keçirmək yolu ilə müşahidə olunur. Müşahidə metodu dedikdə psixi hadisələrin cərəyanına müdaxilə etmədən
onun baş verdiyi təbii şəraitdə məqsədə uyğun və müntəzəm surətdə izləmək nəzərdə tutulur. Müşahidə psixoloji faktları öyrənmək, təsbit etmək üçün böyük əhəmiyyətə malikdir. Müşahidə vasitəsilə istər ayrıca bir şəxsin, istərsə də müəyyən qrupun psixoloji vəziyyəti barədə qiymətli məlumat əldə etmək mümkündür. Onun köməyi ilə insanın şəxsi və ictimai həyatında nəzərə çarpan hadisə və dəyişiklikləri müəyyən etmək olar. Müşahidə metodunun tətbiqinin müəyyən şərtləri vardır. Şərt 1. Müşahidə elmi cəhətdən mühüm problemin öyrənilməsinə yönəlməlidir. Şərt 2. Müşahidə mütəşəkkil və ardıcıl surətdə təşkil edilməlidir. Şərt 3. Öyrənilən hadisə barədə daha ətraflı məlumat əldə etmək üçün həmin hadisə müxtəlif şəraitdə nəzərdən keçirilməli, ona təsir edən bütün amillər ətraflı və dəqiq surətdə aydınlaşdırılmalıdır. Şərt 4. Elmi müşahidələrin nəticələri dəqiq surətdə qeyd edilməli və lazım gəldikdə asanlıqla bərpa olunmalıdır. Şərt 5. Müşahidə və onun nəticələrinin təhlili müşahidəçidən obyektivlik tələb edir. Müşahidənin etibarlı nəticə verməsi üçün qarşıya çox dəqiq və aydın məqsəd qoymaqla yanaşı, müəyyən sxemlərdən də istifadə etmək lazımdır. Bu həm də müşahidə nəticələrini asanlıqla təsbit etməyə kömək göstərir. Müşahidə materiallarını təsbit etmək üçün müxtəlif texniki vasitələrdən maqnitofon, foto, kino, stenoqram, gizli kinoya çəkmə, səs yazma və s. istifadə edilir. Bu zaman hadisələrin təbii gedişinə xələl gətirən heç bir hərəkətə yol vermək olmaz. Yəni, üzərində müşahidə aparılan adamlar hansı niyyətlə, nə məqsədlə, nə üçün müşahidə edildiyini bilməməlidir. Tədqiqat prosesində müşahidə metodundan müxtəlif formalarla istifadə etmək mümkündür. Son zamanlar uzunmüddətli, bir neçə il ərzində aparılan müşahidələrə daha böyük əhəmiyyət verilir. 70-ci illərin ikinci yarısından başlayaraq müşahidənin xüsusi bir növü kimi iştirakçı müşahidədən istifadə edilir. Belə müşahidə aşağıdakı kimi təşkil olunur. Tədqiqatçı əmək qruplarında yaxud xüsusi dəstələrdə müxtəlif münasibətləri öyrənmək üçün həmin sahədə işə girir, müşahidə ediləcək hadisələrə qoşulur, yəni təbii prosesin iştirakçısı olur. Bununla da hər hansı mühitdə fəaliyyət göstərən adamların keçirdikləri hiss və həyəcanları bilavasitə özü yaşamalı olur. Onların psixoloji vəziyyətini daha dəqiq surətdə öyrənmək, başa düşmək, mənalandırmaq üçün təbii prosesin iştirakçısına çevrilir. Müşahidə metodu psixoloji hadisələr barədə müəyyən qədər qiymətli material verə bilər. Lakin onun bir sıra nöqsanları da vardır. Bu nöqsanların bir qismi müşahidə obyektinin xüsusiyyətlərindən asılıdır. Məsələn, qrupda şəxsiyyətlərarası münasibətlərin bütün çalarını, hətta iştirakçı müşahidədə belə əhatə etmək olmur. Burada vaxt amili mühüm rol oynayır. Müşahidəçini maraqlandıran cəhətin özünü nə zaman biruzə verəcəyini qabaqcadan müəyyənləşdirmək çətindir. Onu gözləmək lazım gəlir. İkinci qəbil nöqsanlar isə müşahidəçinin öz fəaliyyəti ilə əlaqədardır. Onun təcrübə zənginliyi, işə münasibəti, qarşıdakı tədqiqatın məqsəd və vəzifəsini kifayət qədər aydın dərk edə bilməsi, faktları seçə bilmək, mənalandırmaq, elmi təhlildən keçirmə bacarığı və s. müşahidəyə təsir edir. Deməli, müşahidə materiallarının şərhində tədqiqatçının şəxsi keyfiyyətlərindən asılı olaraq müəyyən qədər subyektivlik özünü göstərə bilər. Bundan başqa, müşahidə vasitəsilə əldə edilən faktların təbiiliyi ilə yanaşı, onların nə dərəcədə qanuna uyğunluğu təsadüfdən ayırd etməkdə çətinlik törədir. Bu çatışmazlıqlardan başqa metodlardan ilk növbədə isə eksperimentin köməyi ilə aradan qaldırıla bilər. Eksperiment metodu müşahidədən fərqli olaraq nisbətən qısa müddətdə daha dəqiq nəticələr əldə etməyə imkan verir. Eksperiment zamanı alim, psixoloq, eksperimentator öyrəniləcək adamın fəaliyyət göstərməsi, yəni hər hansı bir eksperimental tapşırığı yerinə yetirməsi üçün şəraiti niyyətli surətdə yaradır və həmin şəraiti istədiyi vaxt dəyişir. Eksperimentdə adətən iki kəmiyyət, asılı olmayan A
və asılı B cəmiyyətləri fərqləndirilir. Eksperiment zamanı alim psixoloq A cəmiyyətini, yəni asılı olmayanı, iş şəraitini, iştirakçıların tərkibini, hadisələrin ardıcıllığı, məsələnin xarakterini, təlimatını və s. dəyişir. Bundan sonra isə B, yəni asılı cəmiyyətdəki olan baş verən dəyişiklikləri müəyyən edir. Beləliklə, eksperiment prosesində A və B cəmiyyətləri arasındakı asılılığı öyrənir. A cəmiyyəti B cəmiyyətindən əvvəl gəlir və onun səbəbini təşkil edir. B cəmiyyəti isə nəticə kimi özünü göstərir. Eksperimentdə müxtəlif cihazlardan, texniki vasitələrdən, şəkillərdən, mətnlərdən və s. istifadə olunur. Belə eksperimentlər adətən laboratoriyalarda və ya xüsusi otaqlarda aparılır. Bu cəhəti nəzərə alaraq onlara laboratoriya eksperimenti deyilir. Göründüyü kimi müşahidədən fərqli olaraq eksperiment zamanı tədqiqatçı fəal tərəf kimi çıxış edir, müəyyən psixoloji hadisənin mahiyyətini izah etməkdən ötürü zəruri olan şəraiti özü yaradır. Psixoloji hadisələri tədqiq etmək üçün eksperimentin qoyuluşu bir sıra çətinliklərlə əlaqəlidir. Eksperimentin obyekti sadəcə canlı orqanizm deyil, yüksək şüura malik insanlardır. Onlar əxlaq və davranış normaları və s. barədə nəinki müəyyən biliklərə malikdir, həm də həmin biliklərin mənbəyini və təşəkkül yollarını bilirlər. Bu cəhətləri də dəqiq surətdə nəzərə almaq və öyrənmək heç də asan deyildir. Xüsusilə özləri üzərində eksperiment qoyulduğunu hiss etdikdə, onların rəftar və davranışında emosional aləmdə istər-istəməz müəyyən dəyişikliklər baş verir. Bu da eksperimental şəraiti çətinləşdirir. Həmin çətinliyi aradan qaldırmaq üçün nisbətən süni səciyyə daşıyan laborator eksperimentlə yanaşı, təbii eksperiment növündən də geniş istifadə edilir. Təbii eksperiment ilk dəfə 1910-cu ildə Lazurski tərəfindən tətbiq olunmuşdur. Təbii eksperimentdə xüsusi eksperimental şərait yaradılmır. Hadisə təbii şəraitdə, məsələn, dərs zamanı öyrənilir. Psixologiyada eksperimentin xüsusi forması kimi formalaşdırıcı eksperimentdən istifadə olunur. Onun adı mahiyyəti dəqiq ifadə edir. Formalaşdırıcı eksperiment tədqiqat prosesində şagirdin və ya başqa şəxslərin öyrənilməsini, onlarda müəyyən keyfiyyətlərin inkişaf etdirilməsini nəzərdə tutur. Psixoloji hadisələr çox mürəkkəb və rəngarəng olduğu üçün onları müxtəlif yol və vasitələrin köməyi ilə tədqiq etmək mümkündür. Təbiətşünaslıq elmlərinin müxtəlif sahələrində olduğu kimi, müşahidə və eksperimental metodları psixologiya elmində əsas metodlar hesab edilir. Başqa metodlar kimi isə köməkçi metodlar kimi nəzərdən keçirilir. Yəni, əsas metodlarımız burada müşahidə eksperimenti, digərləri isə köməkçi metodlardır. Başqa metodlar isə köməkçi metodlar kimi nəzərdən keçirilir. Bu baxımdan psixodiaqnostik metodların əhəmiyyətini də qeyd etmək lazımdır. Psixologiyada psixodiaqnostika məqsədi ilə hələ 19-cu əsrin sonlarından başlayaraq testlərdən istifadə olunur. Test ingiliscə sınaq deməkdir. Psixologiyada da bu mənada işlədilir və fərdi fərqləri öyrənmək məqsədi ilə tətbiq olunur. Testlər müxtəlif tapşırıq və suallar şəklində mütəxəssislər tərəfindən işlənilir. Testlərin psixodiaqnostik əhəmiyyəti onların elmi cəhətdən nə dərəcədə əsaslı olmasından bilavasitə asılıdır. Psixodiaqnostik metodlar içərisində sosiometriya, latınca sosio cəmiyyət, metrio isə ölçmək deməkdir. Sosiometriya mühüm yer tutur. Bu və ya digər qrupda yaxud kollektivdə insanlar arasındakı qarşılıqlı münasibətləri öyrənmək məqsədi ilə ondan istifadə olunur. Sosiometriya Amerikan psixoloqu Moreno tərəfindən işlənilmişdir. Biz artıq bilirik ki, hər hansı metoddan danışarkən iki cəhəti, onun metodologiyası və texnikası məsələlərini fərqləndirmək lazımdır. Bir texniki preyum kimi sosiometriya qarşılıqlı münasibətləri öyrənmək üçün əlverişlidir. Sosiometriyanın tətbiq qaydaları ilə qısa tanış ola bilərik. Şagirdlərə tutaq ki, aşağıdakı məzmunda vərəq verilir. Kiminlə bir partada oturmaq istərdin? 1, 2, 3 şagirdin adını yaza bilər.
Şagird suala cavab verərkən üç nəfərin adını qeyd edir. Birinci kimin oturmaq istəyir? Əgər bu mümkün olmasa